Demək uşaqlar, dövrəndən etibarən say sistemlərini keçirik. Say sistemləri haqqında sizin riyaziyyatdan müəyyən qədər məlumatınız olsa da, informatikada da say sistemlərindən tanış olarsınız. Keçəcəyik sizinlə. E, Biraz fərqli formada, yəni bildiyiniz ədədlər üzərində əməllərdən fərqli yanaşmalar olacaq burada. Say sistemləri istər say sistemləri ilə bağlı məsələlər olsun, istər bir say sistemindən başqasına keçid olsun, istər müxtəlif say sistemləri olsun, bunların hamısından tanış olacaq. Ümumiyyətlə, dedik, ədədlərlə işləyirik. Ədəd hər hansısa bir cəmiyyətin göstəricisidir. Ədəd rəqəmlərdən ibarət olur. Rəqəmlər ədədləri düzəltmək üçün, ədədləri yaratmaq üçün istifadə olunan simvollardır. Rəqəmlər vasitəsilə ədədlərin yazılması say sistemi adlanır. Say sistemləri iki cür olur. Mövqeli say sistemləri və mövqesiz say sistemləri. Yəni, ilk öncə mövqesiz say sistemləri haqqında danışaq. Mövqesiz say sistemləri siz tanıdığınız Roma ədədləridir. Rum rəqəmləri də deyirlər. Bunlardan bəziləri ilə tanışsınız. Gəlin elə hansılar istifadə edəcəyik, onları qeyd edək. 1-dir, 5'dir, 10'dur, ondan sonra 50'dir, L, C 100'dür, D 500'dür və M 1000'dir. Bax, bunlarla işləyəcəyik. Bunlardan biz istifadə eləməklə mövqesiz say sistemlərinə aid ədədləri düzəldəcəyik. Bir şey yadımızda saxlayaq ki, mövqeli nə deməkdir, mövqesiz nə deməkdir? Mövqesizlə mövqelinin fərqi burasındadır ki, adlarından da məlum olduğu kimi, mövqesiz say sistemində ədədin rəqəmi, ədədin elementi durduğu mövqedən asılı olmur. Amma mövqeli say sistemində ədədin rəqəmi durduğu mövqedən asılı olur. Bu, bir nümunə göstərək bunları fərqləndirmək üçün. Bax, məsələn, tutaq ki, mövqesiz say sistemində mən bura bir ədəd yazmışam. Bu ədəd 11'dir. Bir də ikinci bir ədəd yazmışam. Bax, bu ədəd də 9'dur. Fikir verirsinizsə, bu onun yanında bir sağ tərəfində olanda da 1'i ifadə edir bu 1. Onun sol tərəfində olanda da 1'i ifadə edir. Yəni, mərtəbədən asılı deyil. Bunu biz mərtəbə şəklində göstərsək, məsələn, təhlik, onluq göstərsək, burada, bax, onluqda da 1 elə 1'dir, burada təhlikdə də 1 elə nədir? 1'dir. Ona görə buna biz mövqesiz say sistemi deyirik. Niyə? Çünki ədədin rəqəmi durduğu mövqedən asılı olmur. Amma mövqeli say sistemində hər hansısa bir ədəd yazsaq, məsələn, yazsaq 545. Bax, bu ədəddə buradakı 5 ədədin təhlik mərtəbəsindədir. Buradakı 5 də ədədin yüzlük mərtəbəsindədir. Yəni, buradakı 5 durduğu mövqedən asılı olaraq 5'i ifadə edir. Buradakı 5 isə durduğu mövqedən asılı olaraq 500'ü ifadə edir. Ona görə də buna biz mövqeli say sistemi deyirik. Yəni, ədədin rəqəmi mərtəbədən asılı olur. Mövqesizdə isə yerləşdiyi mərtəbədən asılı olmur. Bunu bu şəkildə fərqləndirdik. Şimdi bir də qayıdaq mövqesiz say sisteminə. Mövqesiz say sistemində ədədlər soldan sağa böyükdən kiçiyə şəklində oxunur. Baxın, bu necə oxuduq biz? 11. Əgər ədəd, kiçik ədəd böyük ədədin sağındadırsa toplanır, yox, əgər solundadırsa çıxılır. Yəni, bax, buradakı bu 1 ondan kiçikdir. Onun sağında durubsa, neyib? 1 ilə toplanır. Solunda durubsa, ondan biri çıxılır. Bu 9'u ifadə edir. Bu da 11'i ifadə edir. Bax, bu şəkildə. 5'ə aid olan rəqəmləri ədəddə bir dəfə istifadə edə bilirik.
Məsələn, 5-dir, 50-dir, 500-dür. Bunları bir dəfə istifadə edirik. Digər rəqəmləri isə maksimum 3 dəfə istifadə edə bilərik. Bax, məsələn, tutaq ki, mən bura 8 yazmaq istəyirəm. 5 yazıram. 1, 2, 3 dənə 1 qoyuram. 9 yazmaq istəsəm, artıq mən dəqiqə 9 yazmaq istəsəm mən artıq mən bu şəkil yenə elə yazdım. 9 yazmaq istəsəm artıq mən bu şəkildə yaza bilmirəm. Maksimum 3 dəfə istifadə eləyə bildim mən birdən. Nəyi düzəltdim? 8-i düzəltdim. 9-u düzəltmək istəyirəmsə artıq 4-cü biri bura mən yaza bilmirəm. Bir də qayıdıram önünə və arxasına üsulundan istifadə edirəm. Yəni 3-ə qədər önünə, əgər 3-ü aşırsa əvvəlinə, belə deyək, üsuldan istifadə olunur. Əvvəlindən də nədir? Artıq 9-u düzəltmək istəyirəmsə, mən onun əvvəlinə nə yazıram? 1 yazıram. Baxın, 3 maksimum tamamlandı. Bir də təzədən qayıtdım nəyə? 1-ə. Bax, bu şəkildə. Məntiq budur. Bax, bu şəkildə işlənir. Bunlara aid təbii ki, məsələlərə də baxacağıq. Bu mövqesiz say sistemi idi. Mövqesiz say sisteminin əsas bax bunlardır. Bunları tanıyaq. Təbii ki, bəzilərini tanıyırsınız. 50-yə qədər yəqin ki, hamı tanıyır. Digərlərini də tanıyan da olar, tanımayan da olar. Amma bunları yadınızda saxlamalıyıq. C 100, D 500 və M sənədir. Minə bərabərdir. Mövqeli say sistemləri haqqında danışdıq. Mövqeli say sistemlərində dedik ki, ədədin rəqəmi mərtəbə vahidindən asılı olur. Yəni, durduğu yerdən asılı olaraq dəyişir, o şəkildə ifadə olunur. Bizim bax, mövqesiz say sistemlərindən bizə üçün lazım olacaq məlumat bu qədər. Bu qədər kifayət edir. Bizim əslində əsas işimiz olacaq mövqeli say sistemlərinə. Mövqeli say sistemlərinə də əsas ikilikdir, 8-likdir, 10-luqdur və 16-lıqdır. Bunlar haqqında danışacağıq, bunlarla bağlı məsələlərə baxacağıq. Ən kiçik say sistemi olaraq ikilik say sistemidir. Əsasən kompüterlərdə istifadə olunur. Bilirsiniz ki, informasiyanın kodlaşdırılmasını keçərkən demişdik ki, istənilən tip informasiya kompüterin prosesoru tərəfindən registr yaddaşda 0 və 1-lərlə kodlaşdırılır. Yəni, ikilik say sisteminin rəqəmləri, elementləri ilə kodlaşdırılır. Onluq say sistemindən gündəlik həyatda istifadə edirik. Gündəlik həyatda onluq say sistemindən istifadə edirik. Ondan sonra 8-lik say sistemindən də kompüterdə istifadə oluna bilər. Hətta 16-lıq say sistemindən də kompüterlərdə istifadə oluna bilər. Niyə istifadə oluna bilər? Çünki 8-likdir, 16-lıqdır. Bunlar 2-nin əcdadıdır. 2-lik say sisteminin də, yəni müəyyən dərəcədən qüvvətlərdir. Ona görə bunlarda da, bu say sistemlərindən də kompüterdə istifadə olunur. Var, 12-lik say sistemi də var. Bu çox az istifadə olunur. Müxtəlif sahələrdə, nə gündəlik həyatda, nə kompüterlərdə istifadə olunmur. Çox az da, yəni müəyyən sahələr var ki, orada işlənir. Əsas işimiz olacaq 2-lik, 8-lik, 16-lıq say sistemləri ilə. Bunların arasında körpü yaratmaqdan yana 10-luq say sistemindən istifadə edəcəyik. Və digər say sistemləri haqqında da danışacağıq. Yəni, təkcə bizim məsələlərimiz elə 8-lik, 16-lıq və ya 2-likdə olmayacaq. Məsələn, hər hansısa bir ədəd verəcək onluqda deyəcək bunu çevir 7-lik say sisteminə, 5-lik say sisteminə və yaxud da əksinə olsun. 5-likdə verəcək, deyəcək çevirin 8-liyə, nə edəcək, 10-luğa çevirəcək, ondan sonra 8-liyə. Bu məsələlərə baxacağıq. 2-lik say sistemi haqqında danışdıq. 2-lik say sisteminin elementləri 0 və 1-dir. Say sisteminin əsası adlı anlayış var. Say sisteminin əsası say sistemində olan rəqəmlərin sayıdır. Yəni, bax, ikilik say sistemində neçə dənə rəqəm var? 2 dənə rəqəm var. Demək, ikilik say sisteminin əsası nədir? 2-yə bərabər. Sizə desələr, onluq say sisteminin əsası nədir? Nə deyəsiniz? Deyəsiniz ki, 10-dur. Niyə? 0-dan 9-a qədər rəqəmlər onluq say sisteminin rəqəmləridir və onluq say sisteminin əsası nəyə bərabərdir? 10-a bərabərdir. Baxın, onluq say sisteminin əsası n-ə bərabərdir, amma onluq say sisteminin ən böyük rəqəmi nədir?
9'dur. Onda belə çıxır ki, n əsaslı say sisteminin ən böyük rəqəmi n-1-ə bərabərdir. Ən kiçik rəqəmi isə 0-a bərabərdir və n əsaslı say sisteminin elə əsası nədir? N. Bu şəkildə. Sizdən ən böyük soruşursa, ən böyük rəqəmin soruşursa n-1 deyirsiniz, ən kiçik soruşursa elə 0 deyirsiniz. Yəni istənilən say sisteminin ən kiçik rəqəmi nədir? 0-dır. 0-dan başlayaraq n-1-ə qədər gedir. Bu şəkildə ümumi məlumat idi. Gəlin ki, ikilik say sisteminə. İkilik say sistemi haqqında biraz danışaq, ondan sonra davam edək. Bu gün çalışacağım ümumiyyətlə ikilik say sistemi haqqında hər şeyi keçək. İkilik say sistemi haqqında hər şeyi keçək ki, məsələlərə rahat şəkildə yanaşaq. Yəni bölməyəcəm. Bu gün ikiliyi keçək, sabah 8-liyi keçək. Ehtiyac yoxdur. Az-az məlumatlardır. Onların hamısı haqqında danışa bilərik mənim fikrimizə. Deməli, ikilik say sistemində toplama və vurma haqqında danışaq. Buraları bir yüngülləşdirək. Deməli, hətta buranı da sileyim. Yaxşı. Bax, məsələn, ikilik say sistemində toplama üsuluna baxaq, bir də vurma üsuluna baxaq. İkilik say sistemində bunun məntiqini tutsaq əgər, digər say sistemlərində də elə bu məntiqlə yerinə yetirəsiniz. Yəni, istənilən say sistemində toplama, vurma və hətta çıxma əməliyyatlarını yerinə yetirmək mümkündür. Şərt odur ki, eyni əsaslı olsun da, eyni say sistemində olsun. Məsələn, ikilik say sistemində bir ədəd yazaq. Bunun üstünə gələk. Hansı say sistemində olduğunu bildirməyimiz üçün mütləq əsasını yazaq, indeksinə 2 yazırıq və bunları neyək? Toplayaq. Onluq say sistemində necə toplayırıqsa o şəkildə. 1 ilə 1-i topladıq, neçə eləyik? 2. Baxın, 2 ikilik say sistemində yoxdur. Biz buraya 2-ni yaza bilmərik. Nə edirik? 2-ni çeviririk ikilik say sisteminə. 2-ni ikilik say sisteminə çevirəndə bölürük 2-yə. Bir dənə 2-nin 2, sıxdıq, 0. Qalığı yazırıq bura. Qismətdə nə qalıb, o yadımızda saxlayırıq. Bir yadımızda 0 ilə 1 neçə elədi? 1, bir də yadımızdaydı 2. 2 olanda nə edirdik? 2-ni yaza bilmirdik axı. 2 olanda nə yazırdıq? 0 yazırdıq, 1 yadda. Yenə 1 yaddadır. 1 ilə 1 neçə eləyir? 2, bir də yadda 3. 3 ikilik say sistemində yox. 3-ü nə edirik? Çeviririk ikilik say sistemi. Bir dənə 2-nin 2. 3-dən 2-ni çıxdıq 1. İndi 1 yazırıq. Bax, yenə 1 yadda. Bu 1 ilə bu 1-i toplayırıq. 2, bir də yadda 3. 3 ikilik say sistemində yox idi. Çevirəndə nə alırdıq? 1, 1. 1 yazırıq və 1 yazırıq. Bir dənə diqqətli olun ki, bax bu ən sonda, bax bu hissədə qalığı yazırsınız növbəti olaraq sağdan sola yazarkən. Qalığı yazırsınız bura. Qismətdə nə alınıbsa, onu da başa yazırsınız. İndi burada ikisi də 1 olduğu üçün fərq eləmir. Amma bəzən elə olacaq ki, ikisi də eyni olmayacaq. Və siz də fikirləşəsiniz ki, görən bu nə idi? Bir dəfə yadınızda saxlayın ki, ardıcıllıq sağdan sola necə gedirsə, o şəkildə də elə gedir. Qalığı yazırsınız, ən sona saxlayırsınız nəyi? Qisməti. Nə oldu bu? İkilik say sistemində. Bax, bu şəkildə. Bu toplama əməlidir. Uşaqlar, 8-likdə də belədir, 16-lıqda da belədir. İstənilən say sistemində toplama bax, bu şəkildə yenilir. İndi gəlin bir dənə də vurmadan baxaq. İkilik say sistemindədir. Bir dənə 1-in 1 elədi. Bir ikilik say sistemində var. Bir dənə 1-in 1 elədi var. Bir dənə 1-in 1 elədi var. Yenə adi qaydada 1, 1, 1, 1, 1, 1. Aha.
Baxın, bu şəkildə yenə toplamamızı yerinə yetiririk. Onluq say sistemində necə? Bu şəkildə. 1, burada da 0'dır, burada da 0'dır. 1 olduğu kimi qalır. Bu 1 ilə 1 neçə eləyir? 2. 2 olanda nə eləyirdik? 0 yazırdıq, 1 yazdı. 1, 1, 1. Neçə elədi? 3, bir də yazdı 4. Gəlin bunu bu şəkildə eləməyək. Gəlin bunu biraz, hələlikdə bu sizin üçün tezdir buna. Gəlin bunu biraz sadə yazaq. Bu biraz indilikdə, yəni başlanğıc üçün biraz çox şey olacaq. Gəlin belə eləyək bunu. Bura bir 0 ataq. Demək, burada 1, 0 atıq. Bu şəkildə olsun. Bu şəkildə olsun. Çünki bu başlanğıc hələ. Demək, 0'ı vurduq uşaqlar. 0, 0, 0. 1'i vurduq. 1, 0, 1. Aha. Baxın uşaqlar, bu şəkildə aldıq. Yenə adi qaydada toplayanda nə edirdik? 0, 1, 0, 1, ikilik say sistemində. Bu da vurma qaydasıdır. Bir dənə sadəcə diqqətli olmalıyıq ki, məsələn, vurma və yaxud da toplama nəticəsində aldığımız ədəd onluq say sistemindədir. Onluq say sistemində biz onu mütləq çevirməliyik. Hansı say sistemində əməliyyatı yerinə yetiririksə ona. Bax, burada məsələn ikilik say sistemində əməliyyatı yerinə yetiririk. İstər vurma olsun, istər toplama olsun. Hər ikisində ikilik say sistemində əməliyyatı yerinə yetirirdik. Ona görə də mütləq nəzərə almalıyıq. Bu belə. İkilik say sistemində toplama və vurma qaydasına baxdıq. Təbii ki, bu başlanğıc üçün nümunə idi bu ikisi. Hər ikisi nümunə idi. Bunlardan digər say sistemlərində olan misallara, məsələlərə baxacağıq. Bunlardan təbii ki, qat-qat çətinlərin işləyəcəyik. Bu belə, bu ikilik say sistemi haqqında müəyyən məlumatlar idi. Hələ ki, biz ikilik say sistemindən başqa say sisteminə keçid haqqında danışmamışıq. Hələ ki, digər say sistemləri haqqında danışmamışıq. İndiyə qədər nə danışmışıq biz? Mövqeli və mövqesiz say sistemləri, ümumi say sistemi nədir? Say sisteminin əsası nədir? Say sistemində kiçik rəqəm, böyük rəqəm anlayışları nələrdir? Bunlar haqqında danışmışıq. Və eyni zamanda ikilik say sistemində toplama və vurma əməli yerinə yetirdik. Növbəti 8'lik say sistemi haqqında danışaq. 8'lik say sisteminin əsası 8'ə bərabərdir. 8'lik say sistemində istifadə olunan rəqəmlər 0-dan 7'yə qədər. 0, 1, 2, 3, 4, 5, 6 və 7. Bax, bunlar 8'lik say sisteminin rəqəmləridir. 8'lik say sistemində əməliyyatları yerinə yetirərkən diqqətli olmalıyıq ki, aldığımız nəticə, aldığımız ədəd 8 və 8'dən yuxarı olmasın. Niyə? Çünki 8 və 8'dən yuxarı olan ədədlər 8'lik say sistemində yoxdur. Əgər 8 və 8'dən yuxarı almışıqsa, biz onu onluqda almışıq. Mütləq çevirməliyik, qaytarmalıyıq nəyə? Onun qarşılığı olan 8'lik say sisteminə qaytarmalıyıq. Bu belə. Keçək növbəti 16'lıq say sisteminə. 16'lıq say sistemində də eynən 16 dənə elementdən istifadə olunur. Bu 16'sından 0-dan 9'a qədər yenə rəqəmlərdir. Hətta qeyd edeyim. 0, 1, 2, 3, 9. Artıq 9'dan sonra Latın əlifbasının hərflərindən istifadə olunur. Əlifba sırasına görə. Latın əlifbasında ilk hərf nədir? A, yəni E da belə deyək. A nə ifadə edir? 10. Bunları mütləq əzbər bilməliyik. Ya. Özdə yerində əzbər bilməliyik. Ya. Bir dənə A-yı bilim, ondan sonra barmaq hesabı digərlərini tapım, elə şey yoxdur. Deyəndə ki, məsələn, 13 nədir? Dərhal deməlisiniz D.
Deyəndə ki, məsələn, 15 nədir, dəfə deməlisiniz F. Bu belə. A 10'dur, B 11'dir, C 12'dir, D 13, buradan yazdım da. Aha. Y 14 və F 15. Yaxşı uşaqlar, məsələn, hesablama apararkən, məsələn, misal həll eləyərkən, hardasa A, B, C, D, Y, F görsəniz, sizin üçün qəribə görünməsin. Bunlar müvafiqlik say sisteminin rəqəmləridir. Bu da belə, bu da müvafiqlik say sistemi haqqında ümumi məlumat. Mən istəyirəm bir say sistemindən başqa say sisteminə keçid haqqında da danışaq. Əsas məsələ əslində odur. Bir say sistemindən başqa say sisteminə keçərkən hansı üsullardan istifadə edirik? Vurmanı, bölməni harda istifadə edirik? 2'nin qüvvətləri olan 8'lik 16'lığa keçərkən qısa yol olaraq nədən istifadə edirik? Onlar haqqında danışaq. Ondan sonra qayıdıb nəzəriyyə kitabında olan nümunələrə baxaq. Yaxşı, deməli, bir qayda olaraq yadımızda saxlayırıq ki, onluq say sistemindən digər say sisteminə keçərkən bölmə üsulundan istifadə edirik. Digər say sistemlərindən onluq say sisteminə keçərkən isə vurma üsulundan istifadə edirik. Məsələn, onluq say sistemində hər hansısa bir ədədimiz var. Tutaq ki, 27 ədədi. Bu onluq say sistemindədir. Bizə deyir ki, bu ədədi onluq say sistemindən çevirin ikilik say sisteminə. Yəni, onluq say sistemində olan bu ədəd ikilik say sistemində nəyə bərabər? Nə edirik? Bölmə üsulundan istifadə edirik. Bölərkən də nə edirik? Budaqlı və yaxud da çubuqlu bölmədən istifadə edirik. İlkin anlayış olaraq da təbii ki, bunun başqa üsulları da var. Onları da zaman-zaman deyəcəm. 27'yi götürdük, böldük 2'yə. 27'yi 2'yə bölərkən 13 dəfə düşər. Birbaşa yazsaq. 13 dəfə. Qalıq nə olacaq? 1. Bu qalığı yadımızda saxlayırıq. Yadımızda saxlayırıq, yəni yadımızda saxlamırıq və dəftərdə yazırıq, bu şəkildə durur. Ondan sonra bölməni davam edək. 13'ü bölürük 2'yə. 6 dəfə. 12. Qalıq qaldı 1. 1 künsdə durur. Ondan sonra 6'nı bölürük 2'yə. 3 dəfə. Neçə elədi? 6. Qalıq qaldı nə? 0. Bu da 1 künsdə durur. Ondan sonra 3'ü bölürük 2'yə. Neçə dəfə? Yenə 3 yazdım. Bir dəfə. Qalıq nə qaldı? 1. Qismət. Bax, bu nəticə... Qismət. Bax, bu nəticə böləndən kiçik olana qədər, ən sonuncu bölən nədir? Bu da 2'dir da. Kiçik olana qədər davam elətdiririk. Bu şəkildə bölmə bitdi. Sonla başa doğru götürüb bu rəqəmləri düzürük. Düzərkən nə edirik? Bax, ən sonda nə var? 1, növbəti 1, 0, 1 və 1. İkilik say sistemində. Bax, bu şəkildə. 27'ni ikilik desin, üçlük desin, beşlik desin, 8'lik desin, 10'luq desin, hansı say sistemi deyilsə desin, digər say sisteminə, onluqdan digər say sisteminə, hər hansısa bir say sisteminə keçərkən bölmə üsulundan istifadə edirik. Bu, qayda olaraq yadımızda saxlayaq. Hər hansısa digər say sistemindən onluq say sisteminə keçərkən isə vurma üsulundan istifadə edirik. Məsələn,
hər hansısa bir ədəd yazıb, onu onluq say sisteminə çevirəcəyik. Onu çevirməmişdən qabaq mən istəyirəm sizə ədədin çoxhədli şəklində yazılması haqqında kiçik məlumat verin və yaxud da ədədin açıq yazılış forması. Bax, məsələn, uşaqlar, sizə bir onluq say sistemində olan bir ədəd deyək ki, götürmüşük. Tutaq ki, həmin ədəd nədir? 253-dür. Bu ədəd onluq say sistemindədir. Bu ədədi çoxhədli şəklində necə göstəririk? Çoxhədli şəklində göstərərkən üstün indeksləyik da. Nə deyirik buna? 0 deyirik, 1 deyirik, buna da nə deyirik? 2 deyirik. Bərabərdir. Nə edirik? Bax, bu 2-ni vururuq 10 üstü, bu 2-nin üstündə nə var? 2-yə. Üstünə gəlirik. Bu 5-i vururuq 10 üstü, 5-in üstündə nə var? 1, 1-ə. Və nəhayət üstünə gəlirik 3-ü vururuq 10 üstündə nəyə? 0-a. Bax, bu çoxhədli şəklində göstərilməsidir ədədin. Bu nəticədə nə alırıq? 2-ni vururuq 100-ə, edir 200. 5-i vururuq ona 50. 3-ü vururuq 10 üstündə 0 nədir? 1-ə. 3. Nəticədə nə oldu? 253. Bax, onu yadınızda saxlayın. Qeyri-onluq say sistemində olan ədədi onluq say sisteminə çevirərkən bax, bu açıq yazılış formasından istifadə edirik. Bunun da adını qoymuşuq nə? Vurma üsulu deyirik buna. Yəni, belə deyək də, əsl vurma üsulu deyil. Sadəcə olaraq qeyri-onluq say sistemində olan ədədin onluq say sisteminə çevrilməsinə vurma üsulu deyirik. Yaxşımı? Bax, necə ki, belə çoxhədli şəklində göstəririk ədədi, eyni bax, bu üsuldan istifadə eləyərik. Tutaq ki, buranı silim. Hətta qalsın həməlikdə. Tutaq ki, ikilik say sistemində hər hansısa bir ədədimiz var. Baxın, uşaqlar, ikilik say sistemində belə bir ədədimiz var. Bu ədədi çevirməliyik onluq say sisteminə. Dedik ki, nə edirik? Açıq yazılış formasından istifadə edirik. Açıq yazılış formasından istifadə edən zaman üstün indeksləyirik. 0, 1, 2. Bərabərdir. 1 vurulsun 2 üstündə 1-in üstündə nə var? 2. Üstünə gəlirik. Növbəti 1 vurulsun. 2-in üstündə nə var? 1-in üstündə nə var? 1. 2 üstündə 1. Və nəhayət üstünə gəlirik. 1 vurulsun. 2 üstündə ən sonuncu təhlikdə olan 1-in üstündə nə var? 0. Bərabərdir nəyə? Deməli, 2 üstündə 2, 4, 7-yə bərabər olacaq da nəticədə. 4, 6, 7. Hə. Bax, bu şəkildə. Qeyri-onluq say sistemindən onluq say sisteminə çevirərkən ədədləri bax, bu şəkildə açıq yazılış formasından istifadə edirik. Məsələn, başqa birini deyək. Məsələn, 6, 5, 8-lik say sistemində. Bunu çevirmək lazımdır onluq say sistemində. Nə edirik? Üstün indekslədik 0, 1. Nə deyirik? Deyirik ki, 6 vurulsun. Deməli, 6 vurulsun 8 üstü 1. Üstünə gəlinə 5 vurulsun 8 üstü 0. Yaxşımı? Yəni, mənə elə gəlir ki, burada elə çətin bir şey yox. Neçə elədi? 53. Deməli, 6, 5, 8-lik say sistemində bərabərdir 53 onluq say sistemində. Bir də ki, əgər ədəd qeyri-onluq say sistemində verilirsə, həmin ədədi oxuyarkən ədədi rəqəmləri ilə bir yerdə oxuyur. Yəni, bir şey verilirsə, mən buna 65 yox, 6, 5 dedim.
Bax bu şəkildə. Yaxşı, demək, onluqdan digər say sistemlərinə keçməyi öyrəndik. Digər say sistemlərindən onluq say sisteminə keçməyi öyrəndik. İndi ikilikdən 8-liyə, ikilikdən 8-liyə, ikilikdən 16-lığa, 16-lıqdan 2-liyə, 16-lıqdan 8-liyə. Gəlin bunlara da baxaq. Bunların da hərəsinə bir nümunəyə baxaq. Ondan sonra artıq tətbiq olacaq işimiz. Yəni, nəzəri məlumat bu qədər kifayət. Yaxşı, demək, tutaq ki, ikilik say sistemində hər hansı belə bir ədəd verir. Hətta belə olsun. Belə. İkilik say sistemində olan bax bu ədədi bizə deyir ki, çevirin 8-lik say sisteminə. 8 2-nin 3-cü dərəcədən qüvvətidir. Yəni 2 üstündə 3 bərabərdir nəyə? 8-ə. Bu demək ki, 8-lik say sistemində olan ədədin bir rəqəmi ikilik say sistemində olan ədədin 3 rəqəminə bərabər. Yəni mən ikilik say sistemində olan bax bu ədədin rəqəmlərin mən 3 götürsəm, hər 3 rəqəm 8-lik say sisteminin bir dənə rəqəmi deməkdir. Yaxşı uşaqlar. İndi bunun üçün nə edirəm? Mən 3-3 ayırıram. Bax bu şəkildə 3-3 ayırdım. Bu başda 3-ə tamamlamaq üçün qabağına 0 yaza bilərsiniz, yazmaya da bilərsiniz. Fərqi yox. Bunu yazdıqdan, bax bunu bu şəkildə ayırdıqdan sonra nə edir? Bunu bu şəkildə ayırdıq. 8-in 2-nin 8-dən kiçik qüvvətləri nələr var? 4 var, 2 var və bir də 1 var. Bax bu qüvvətləri götürür yazırıq soldan başlayaraq sağa doğru hər bir rəqəmin üstünə. Yazdıq. Baxın uşaqlar, bu yazdığımız 4-2-1-lərdən hansının altında 1 varsa onu nəzərə alırıq. Hansının altında 0 varsa onu nəzərə almırıq. 4-ün altında 1 var. 4-ü nəzərə aldıq. 4. 2-nin altında 0 var. 2-yi nəzərə almırıq. 1-in altında 1 var. 1-i nəzərə alırıq. 4 üstə gedək 1 bərabərdir nəyə? 5-ə. Artıq deməli 8-lik say sistemində olan ədədin sonuncu rəqəmi 5-dir. Keçdik növbətinə. 4-ün altında 0 var, nəzərə almırıq. 2-nin altında 1 var, nəzərə alırıq. 1-in altında 1 var, nəzərə alırıq. 2 üstə gedək 1 bərabərdir neçəyə? 3-ə. Ondan sonra keçdik növbətinə. 4-ün altında 1 var, 4-ü nəzərə alırıq. 2-nin altında 0 var, nəzərə almırıq. 1-in altında 0 var, nəzərə almırıq. Keçdik növbətinə. 4-ün altında 0 var, nəzərə almırıq. 2-nin altında 0 var, nəzərə almırıq. 1-in altında 1 var, nəzərə almırıq. 1. Demək, nə oldu nəticədə? 1, 4, 3, 5. Hansı say sistemində? 8-lik say sistemində. Bax, bu qədər sadə bir əməliyyat. İndi, gəlin bir dənə nümunəyə baxaq. Tutaq ki, 16-lıq say sistemində hər hansısa bir ədəd verir. Həmin ədədi ikilik say sisteminə çevirmək lazımdır. Məsələn, tutaq ki, A 9. 16-lıq say sistemində verir. Onu çevirmək lazımdır ikilik say sisteminə. Nə edirik? Yenə 16-lıq say sistemində olan ədədi rəqəmlərinə bölürük bu şəkildə. A və 9. A 10-dur da, bunu biz bilirik. 10. 10 olduğunu bilirik. Demək,
2'nin 16-dan kiçik qüvvətləri hansılardır? Bu zaman 8, 4, 2, 1 nəzərə alırıq da. 10, bax bu 10, 8, 4, 2, 1-lərdən nələrin cəmidir? 8 və 2-nin. 8-in altına 1 yazırıq, 4-ün altına 0 yazırıq, 2-nin altına 1 yazırıq, 1-in altına 0 yazırıq. Gördünüz? 8 və 2. Bu belə. Keçdik 9-a. Hətta bunu belə sistemləşdirək. Bax, belə daha gözəl. Keçdik 9-a. 9 üçün də 8, 4, 2, 1 yazırıq. 8, 4, 2, 1. 9, 8, 4, 2, 1-lərdən nələrin cəmidir? 8-in və 1-in. 8-in altına 1 yazırıq. 4-ün altına 0 yazırıq. 2-nin altına 0 yazırıq və 1-in altına 1 yazırıq. Və bunları birləşdiririk. 1, 0, 1, 0, 1, 0, 0 və 1. Hansı say sistemində? İkili say sistemində. Bax, bu şəkildə. Bütün nümunələrə baxdıq, uşaqlar. Say sisteminə aid demək olar ki, 80% nümunələrə baxdıq. Digərləri bunların öyrənmələri olacaq. Bunlardan biraz çətinlər olacaq, bunların müxtəlif formaları olacaq. Bunların məntiqini tutduqsa əgər, artıq digər məsələlərdə problemimiz olmayacaq. Yəni, ən azından olmamalıdır.